Salam əziz izləyicilər, 12 mart 2025-ci ildir. Təəssüflər olsun ki, 1992-ci ildə martın 12-si Ağdərə rayonunun 14 dənə kəndi ermənilər tərəfindən işğal olundu. Biz işğal vaxtı, bax bu kətdən çıxanda martın 12-si olub, 12-si idi. Deməli, burada yarım metr qar var idi. Bax bu meşələrinə, bu cəmaat, yalın, baş açıq, o vaxtı buradan cəmaatı məcburi köçkün düşdülər. Bu da bu günləri martın da 12-sidir. Ona görə gəlmişik, şəhidlərimizə anım günüdür. Şəhidlərimizi anırıq. Allah gəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Bunlar şəhid ailələridir. Gəlmişik ziyarət eləməyə. Ağdərə rayonunun baş güney kəndidir. Çox təəssüflər olsun ki, bizim bu xalqımız Ağdərə cəmaatı çox böyük əzab əziyyətə düşər oldu. Bu 33 ildir keçiririk. 33 il. 33 ildə adımıza qaşqında dedilər, köşkündə dedilər. Hər çətinliklə üzləşdik. Amma Allah'ın bu gününə şükür ki, bu gün gəlib torpaqlarımızı şəhidlərimizin hesabına, qazilərimizin, veteranlarımızın hesabına gəlmişik, buranı ziyarət edirik. Düzdür, şəhid vermişik, çox məyus olduq. Amma bu günləri gəlib öz kəndimizi, elimizi, obamızı ziyarət edirik. Bundan biz fəxr edirik, qürur duyuruq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Ağdərə rayonunun baş güney kəndi. Orta güney kəndi, orta başlayın. Orta güney kəndidir. Bax şəhidlərimiz. Elə belə də bizim çəkdiyimiz.